İctimai Televiziya və Radio Yayımları şirkətinin yeni baş direktoru müəyyənləşib. Yayım Şurasının 8 üzvünün yekdil səs verməsi ilə Balakişi Qasımov yenidən İctimai Televiziyanın baş direktoru seçilib. Balakişi Qasımov bugün Audiovizual Şurada keçirilən İctimai TV və Radio Yayımları şirkəti Yayım Şurasının iclasında səs vermə yolu ilə seçilib. İclasda Yayım Şurasının üzvləri, namizədlər və Audiovizual Şuranın təmsilçiləri müşahidəçi qismində iştirak edib. Müsabiqə 11 nəfər iddiaçı arasında aparılıb. Məlumat üçün bildirək ki, İctimai Televiziya və Radio Yayımı haqqında qanunun 20-ci maddəsinə görə Yayım Şurasının 9 üzvündən ən azı 6-sının səsini alan iddiaçı baş direktor seçkisini qazanır. Xatırladaq ki, direktor Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir. Qeyd edək ki, Balakişi Qasımov ilk dəfə 2018, ikinci dəfə isə 2022-ci ildə İctimai Televiziyanın baş direktoru seçilib.